Salam hörmətli kanal izləyiciləri. Bu günləri biz sizlə Python Codera kitabından 11.4 başlığında olan suallara baxacağıq. Əgər bu tip test izahları sizlər üçün faydalı olursa, kanala abunə olub dəstək ola bilərsiniz. Gəlin vaxt itirmədən suallara keçid edək. Birinci sualda bizdən soruşur ki, dövrün gövdəsi neçə dəfə icra olunacaq? A dəyişəninə 5, B-yə 1 qiymət verib, daha sonra belə bir kod verib, gəlin baxalım bu kod nə deyir. A-mız 1-dir, 1 vurulsun B, yəni 5-ə, kiçikdir 8. A-mızı 2 vahid artırır. A-mız 5 idi, olur 7. B-miz isə olur, B vurulsun 2, yəni 1 vurulsun 2, olur 2. İndi isə keçirik, bu dövr bitdiyinə görə, keçirik ikinci dövrə. İkinci dövrdə A vurulsun B, yəni 7 vurulsun 2, kiçikdir 8. 7 vurulsun 2, 14 elədiyinə görə, 14 8-dən kiçik olmadığına görə artıq bu dövrü bitirir və R bərabərdir B minus 3, B-miz 2 olduğuna görə 2 minus 3, yəni mənfi 1 olur. Kodumuzun son qiyməti mənfi 1 olur. Amma bizdən dövrün gövdəsi neçə dəfə icra olunacaq onu soruşur. Yəni dövrün gövdəsi gördüyünüz kimi bir dəfə icra olundu. Yəni cavab A variantı. Daha sonra ikinci sualda deyir ki, Python proqramlaşdırma dilində dövr operatorundan neçə növündən istifadə olunur? Dövr operatorunun iki növündən istifadə olunur. Biri while, digəri isə for'dur. Üçüncü suala baxalım. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Proqrama baxaq. D-miz 1, K-mız 5. D kiçikdir 3-dən, yəni 1 kiçikdir 3-dən. Bəli, onda K-mız düşürük aşağıdakı bu hissəyə. K-mız olur 3 vahid artır 5 idi, oldu 8. D-miz də 1 vahid artır. D-miz 1 idi, 1 vahid də artdı, oldu 2. Daha sonra keçirik ikinci dövrə. İkinci dövrdə D-ni 3-lə müqayisə edirik. Yəni 2 kiçikdirmi 3-dən? Bəli. K-mız 3 vahid artır. K-mız 8 idi. 3 vahid də artdı, oldu 11. D-miz də oldu 3. İndi isə yenidən növbəti dövrə keçirik. 3 kiçikdirmi 3-dən? Xeyr. Yəni bu dövr artıq ödənmir. Bu şərt artıq ödənmir. Dövrdən çıxır. Gəlir K-nın və D-nin qiymətlərini çap edir. Bizim K-mız 11, D-miz isə 3 oldu son qiymətləri. Yəni 11 və 3 cavab oldu C variantı. Dördüncü suala baxalım. Dövrün gövdəsi neçə dəfə icra olunacaq? A-mız 3, B-miz 2, yəni 3 vurulsun 2 kiçikdirmi 25-dən? A-mız 2 vahid artır, olur A plus 2, yəni 5. B-miz də olur, B vurulsun 2. 2 idi, vurduq 2 oldu 4. Daha sonra ikinci dövrə keçəndə A ilə B-ni bir-birinə vurur, yəni 5 vurulsun 4 kiçikdirmi 25-dən? Bəli, 20-25-dən kiçik olduğuna görə yenidən aşağı hissəyə düşürük, yəni bura. A-mız yenə 2 vahid artır. A-mız əvvəl 5 idi, artıq olur 7. B-miz də 2 dəfə artır, əvvəl 4 idi, oldu 8. İndi keçirik növbəti dövrə. Yenə A-nı B-yə vururuq, yəni 7 vurulsun 8 kiçikdirmi 25-dən? Artıq burada yox cavabını alırıq ki, yəni 56 25-dən kiçik deyil, böyükdür və dövrdən çıxır. İndi isə keçirik buradakı bu əməliyyatı yerinə yetirməyə. Burada da R bərabərdir B minus. B-miz 8 idi. B minus 3 yazılıb. Yəni 8 minus 3. Cavabımız olur 5. Yəni çapa 5 gedir. Dördüncü sualda Y variantı. Dördüncü sualda bizdə burada sondakı R-in qiymətini yox, dövrün gövdəsini soruşurmuş. Yəni burada dövrün gövdəsini soruşursa, yəni dövrün gövdəsi neçə dəfə icra olunub. Biz də burada baxırıq ki, dövrün gövdəsi bir burada, bir də burada icra olunub. Yəni artıq burada üçüncüdə şərt ödənmir deyə icra olunmur. Yəni dövrün gövdəsi 2 dəfə icra olunub. Yəni cavab olur 2. R-i soruşsaydı bizdən, buradan R-in çap eləməyimizi istəsəydi, cavab 5 olardı. Amma dövrün gövdəsinin icra olunacaq deyə soruşursa, cavabımız olur 2. Baxalım 5-ci suala. 5-ci sualda Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. 0, i-miz 0-dır, x-imiz 3-dür. Daha sonra i kiçikdirmi 3-dən, yəni 0 kiçikdirmi 3-dən? Bəli, onda x bərabər 1 vahid artır, x-imiz olur 4. i-miz də olur
i plus 1, yəni 1. Keçir ikinci dövrəyə. 1 kiçikdirmi 3-dən? Yenə i-ni 3 ilə müqayisə edirəm. İlk sonda bir vahid artıq olur 5, i-miz də olur 2. 2 kiçikdirmi 3-dən? Yenə bəli, onda x bərabər olur 6, i-miz də olur 3. 3 kiçikdirmi 3-dən? Xeyr. Yəni yox, artıq bizə x-in qiymətini soruşur. X-in də qiyməti olur 6. Burada bizə nəticəsi müəyyən edin. Bəli, 6. Yəni düşündüm yəqin bütün aldığı qiymətləri istəyir. Xeyr. 6, yəni sonda 6 çap olunur deyə print x. Və burada bizə 6-nı verir. Yəni 5-ci sualda cavab olur B variantı. 6-cı suala baxaq. 6-cı sualda bizdən proqramın nəticəsini istəyir. Gəlin baxaq 6-cı suala. Deməli, Python ilə yazılmış proqramın nəticəsini müəyyən edin. i-miz 10-dur. Bizim i-yə 10 verib. 10 böyükdürmü 0-dan? Bəli, ondan düşür aşağı. Çap edir i-ni, yəni 10-u. 10 çap olundu. Və end boşluq. Yəni end boşluq nə deməkdir? 10 çap olunandan sonra, yəni i-miz çap olunandan sonra arxasında boşluq qoyur. Yəni baxın, burada müəyyən bir yerdə boşluq qoyur və kursor dayanır burada. Yəni bu deməkdir. Sonra i-dən 1 çıxır. i-miz olur 9 və əgər i 5-ə bölünürsə, onda avtomatik i 0 olur. İndi mən burada i 5-ə bölünürsə yox, yəni i 5-ə bərabərdirsə daha doğrusu, i-miz 5-ə bərabərdirsə, avtomatik i-miz 0 olur. i 9 qiymətini aldı burada. i-miz 9 bərabərdirmi 5-ə? Xeyr. Ona görə yenidən qalxır, əvvəldən başlayır. i-miz artıq burada 9 keçir ikinci dövrədə 9 böyükdürmü 0 şərti ilə dövrəyə başlayır. 9 böyükdürmü 0-dan? Bəli. Onda nə çap olunur? Print i, yəni 9-umuz çap olunur. Bayaq 10 çap olunmuşdu. İndi onun arxasıca baxın, çap olunanları yuxarı hissədən yazacağım. Bayaq 10 çap olunmuşdu. Arxasında boşluq qoyuldu. İndi də 9 çap olunur və yenidən arxasında end boşluq qoyulur. Yenidən 9 çap olunur, arxasında yenə boşluq qoyulur. Burada yuxarıda yazdım. Daha sonra i-dən 1 çıxılır. Yəni 9 çıxılsın 1 bərabər olur i-miz 8. 8 bərabərdirmi 5-ə? Xeyr, yenidən. Yəni burada bu şərt ödənmir deyə bura keçmirik. Yenidən keçirik növbəti dövrəyə, 3-cü dövrəyə. 8 böyükdürmü 0-dan? Yenə bəli. Burada 8 çapa gedir, yenə i-miz, yəni 8-imiz çapa getdi və yenidən sonuna bir boşluq qoyulur. Sonuna bir boşluq qoyulur, yenə də burada bir boşluq var. Sonra i-miz azalır olur 7. Əgər 7 bərabərdirsə 5-ə, i 0 olsun. Xeyr, bərabər deyil. Daha sonra növbəti dövrə keçirik. 7 böyükdürmü 0-dan? Bəli, onda 7 də çapa gedir və arxasına boşluq qoyur. Bax, 7 burada çapa getdi və yenidən arxasında bir boşluq oldu. i-miz oldu 6. 6 bərabərdirmi 5-ə? Yenidən xeyr. Daha sonra növbəti dövrədə 6 böyükdürmü 0-dan? Bəli. Onda 6-nı da çap elədi artıq. Yenidən baxın, burada yazdım. Və arxasına bir boşluq qoyur. i bərabər olur 5-ə. İndi 5 bərabərdirmi 5-ə? Bəli. Yəni true qiyməti alır bizim bu ifimiz. Və keçir, burada i-miz bərabər olur nəyə? 0-a. Baxın, avtomatik olaraq i-miz 0 alır 5-dən sonra. Burada i bərabərdir 0 yazıldığına görə. Artıq bu növbəti dövrəyə keçəndə 0 böyükdürmü 0-dan yox qolun, yəni yox olduğuna görə, false olduğuna görə, belə deyək. False olduğuna görə dövrdən bitir və print son çap olunur. Ən sonunda baxın, print son. Yəni bu çap olunanların arxasıca bir dənə də son sözü çap olunur. Yəni bizim alınacaq ifadəmiz bu olur. 10, 9, 8, 7, 6 və sonunda da son. Cavab olur 6-cı sualda D variantı. Daha sonra 7-ci suala baxalım. Python ilə yazılmış proqramın nəticəsini müəyyən edin. i-miz 0-dır. 0 kiçikdirmi 3-dən?
Bəli, onda i'miz olur 1. Print i, yəni avtomatik olaraq i'də çapa gedir. Eyni altda olduğuna görə, bir düz xətt üzrə olduğuna görə, yəni bir-birlərindən asılı deyirlər bunlar. Hər dövr işləyəndə bizim i'miz də çapa gedəcək. 0 kiçikdirmi 3-dən? Bəli. i'miz oldu 1. i də çapa getdi elə. 1 də çap olundu. Sonra 1 keçik növbəti dövrəyə. 1 kiçikdirmi 3-dən? Yenidən bəli. i'miz oldu 2. Yenidən 2 də çapa getdi. Baxın, 2-ni də çap elədik. Sonra növbəti dövrəyə keçirik. 2 kiçikdirmi 3-dən? Bəli. i'miz olur 3. Yenidən 3-ü də çap edirik. Daha sonra 3 kiçikdirmi 3-dən? Xeyr. Kiçik deyil. Artıq dövrdən çıxırıq. Bizim nəticəmiz 1, 2, 3 olur. Cavab olur 7-ci sualda B variantı. Daha sonra 8-ci sualda verilmiş proqram koduna əsasən dövr daxil və dövr sonu ifadələr neçə dəfə çap olunar? Deməli, baxalım. i'miz, yəni bizdən dövr sonu ifadələrinin və dövr daxil ifadələrin neçə dəfə çap olunduğunu soruşur. i'miz kiçikdirmi ondan? i'miz 0-dır. 0 kiçikdirmi ondan? Bəli. i'miz olur 2. Üzərinə 2-ni gəldi. i'miz olur 2. Daha sonra bizdə print dövr daxili çapa gedir. Yəni bir dəfə artıq dövr daxili yazılan ifadə çapa gedir. Burada qeyd edilən səliqəli formada i'miz olur 2. Bir dəfə dövr daxili D yazacağam elə, dövr daxili yəni. Bir dəfə artıq çapa getdi, baxın. Keçirik ikinci dövrəyə. 2 kiçikdirmi ondan? Yenidən bəli, i'miz olur 4. Yəni bizim i'miz 2 artır. Və burada yenidən dövr daxili ifadə çapa gedir, dövr daxili. Daha sonra 4 kiçikdirmi ondan? Bəli, i'miz olur 6. Yenə də dövr daxili çapa gedir. 6 kiçikdirmi ondan? Bəli, i olur 8. Yenə dövr daxili çapa gedir. 8 kiçikdirmi ondan? Bəli, i'miz olur 10. Dövr daxili yenə çapa gedir. 10 kiçikdirmi ondan? Xeyr. Dövrdən çıxır. Dövrdən çıxdıqdan sonra gəlir ən sonda da dövr sonunu bir dəfə çap edir. Yəni dövr sonunu bir dəfə çap edəcək. Dövr daxilini isə 1, 2, 3, 4, 5 dəfə. 5 dəfə dövr daxili, bir dəfə isə dövr sonu çapa gedəcək. Yəni cavabımız olur 8-ci sualda B variantı. Baxalım 9-cu suala. Python dilində yazılmış proqramın təyinatını müəyyən edin. Mən ümumiyyətlə belə yanaşıram ki, Python suallarında verilmiş proqramın təyinatını müəyyən edəndə, əgər birincidən onu görmürsünüzsə, nə edir koda baxdıqda? Onun yerinə ən yaxşı üsul ədədlər qoyub, yəni ümumiyyətlə kodu işlətməkdir. Kodu işlətməlisiniz ki, onu da tapasınız. Bunun təyinatı nədir? Gəlin baxalım. i'miz 1-dir. 1 kiçikdirmi ondan? Yazırıq. 1 kiçik bərabərdirmi ondan? Bəli. Onda çapa nə gedir? i'nin kvadratı. i'nin kvadratını çap edir. Yəni 1 çapa gedir. Sonra i'mizi də bir vahid artırır. i'miz olur 2. Keçir növbəti dövrə. 2 kiçik bərabərdirmi ondan? Bəli. Neyniyir? 2-nin kvadratını çapa verir. 2-nin kvadratını çapa verir. Yəni 4-ü çapa verir. Sonra i'miz olur 3. i'ni bir vahid artırır. Gedirik növbəti dövrədə. 3 kiçik bərabərdirmi ondan? Bəli. Burada 3-ün kvadratını çapa verir. Yəni 9 çapa gedir. Daha sonra i'mizi artırır. i'miz olur 4. Yəni bu formada hara qədər artır? Bu formada artır 10-a qədər. Yəni gəlirik 9 kiçik bərabərdirmi ondan? Bəli. 9-un kvadratı çapa gedir. Yəni 81 çapa gedir. i'miz olur 10. 10 kiçik bərabərdirmi ondan? Yenə bəli. 100 çapa gedir. Və i'miz olur 11. 11 kiçik bərabərdirmi ondan şərtində bu dövrdən çıxır. Və nə çap olunur? 1, 4, 9, nöqtələr, 81, 100. Yəni 1-dən 10-a qədər ədədlərin kvadratları çap olunur. 1-dən 10-a kimi ədədlərin kvadratlarını çap edir. 9-cu sualda cavab olur B variantı. 1-dən 10-a kimi ədədlərin kvadratlarını çap edir. Daha sonra 10-cu sualda
Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Gəlin baxalım bu proqramada görək nə iş görür. Deməli, bir ədəd verib, n-ə ədəd verib, sonra s-imiz 0-dır, deyir n böyükdürmü 0-dan. Bəli, sonra baxın bu yazılış nə deməkdir? Bu yazılışı başa düşməlisiniz ki, artıq, yəni daha ağır, çətin kodlar işləmək üçün bu yazılışı yadınıza saxlamalısınız ki, bu yazılış ədədi rəqəmlərini ayırır. Yəni burada k, n-in rəqəmlərin bir-bir götürür. N isə onun k-nın götürdüyü rəqəmi silir. Nə demək istəyirəm? Bu nümunə üçün deyirəm. Məsələn, n-ə 135 daxil eləsəm, nümunə üçün deyirəm. N-ə 135 daxil eləsəm, k-mız 135-i 10-a böləcək, olacaq 5. N-imiz də 135-in 10-a böləcək, tam hissəsini götürəcək. Yəni n-imiz artıq olacaq 13. Yəni artıq n-imizdə bax, k-nın götürdüyü 5 qiyməti silirik. N-imizin yeni qiyməti 13 olur. Burada artıq 13 böyükdür 0-dan yazmalıyıq. Aydındır. Yenidən k-mız da 13-ü 10-a böləndə qalıq nə olur? 3. K-mız 3 olanda n-imiz 3-ü də silir. N-imizin yeni qiyməti olur 1. Yəni mən buna belə bir şey deyirəm ki, bu ifadə, baxın, burada qeyd elədiyim bu hissə bizə rəqəmləri verir. Yəni k daxil edilmiş ədədin rəqəmlərini götürür bir-bir. İndi baxalım. Deyirəm ki, k n-in yerinə daxil eləyək bu ədədi. Biraz uzun ədəddir, amma daxil eləyək. 3, 2, 4, 5, 6, 3, 2, 4, 5, 6, 7, 3. Bu ədəd deyir, böyükdürmü 0-dan? Bəli, böyükdür. K-mız nə olur? Bunun 10-a bölünməsindən alınan qalıq. Bu ədədi 10-a böləndə qalıq nə olur? Baxın, sondakı bu 3. Yəni, ədədimiz k-mız olur 3. N-imiz nə olur? Bu ədədi bölürük 10-a, tam hissəsini götürürük. Yəni, yerdə qalan hissələr var. Bu da olur bizim tam hissəmiz. 3, 2, 4, 5, 6, 7. 324.567. İndi bizə deyir ki, burada, əgər k faiz 2 bərabərsə 0-dan, yəni, k faiz 2 nə deməkdir? Alınan rəqəm cütdürsə, yəni 2-yə bölünəndə qalıq 0 alınırsa, alınan rəqəm bizə nədir? 3. 3-ü deyir 2-yə böləndə qalıq 0 alınırsa, onda onu cəmlə. S bərabərdir S plus K. S-imiz 0 idi. 0 plus K. Yəni K-mız da 3 idi. K yazaq hələ ki bura. Çünki bu şərt ödənmir. Əgər bu düzdürsə, yəni bu ödənirsə, sən üzərinə gəl. 0-ın üzərinə K gəl. 3-ü 2-yə böləndə qalıq 0 olmur deyə, ödənmir deyə bura düşmürük. Yenidən qalxırıq ən başa. Kesirik, yəni ikinci dövrəyə. N-imiz nə olmuşdu? 32, 45, 67. Böyükdürmü 0-dan? Bəli. K-mız olur bu ədədin 10-a bölünməsindən alınan qalıq. Bu ədədi 10-a böləndə alınan qalıq 7 olur. Yəni bu ədədi 10-a böləndə alınan qalıq 7 olur. K-mız olur 7. N-imiz isə yerdə qalan bax bu bir hissə olur. 32, 45, 6. Yəni 32.456. İndi deyir ki, K-nı, yəni 7-ni 2-yə böləndə 0 alınırsa cəmlə. Xeyr, 0 alınmır, ona görə yenə də mən burada heç nə cəmləyə bilmirəm. Keçirəm növbəti dövrəyə. Baxın, siz burada nəyi gördünüz artıq? Mən 2 dövrə getdim. Gördünüz ki, K 2-yə bölünməyəndə heç nə eləmirəm. Amma bölünsə cəmləyəcəm. Gəlin, baxın, indi burada bölünəcək. Deməli, n-imiz oldu 32.456. Böyükdürmü 0-dan? Bəli. K-mız bərabərdir nəyə? 6-ya. Yəni, bu ədədin 10-a bölünməsinə alınan qalıq. N-imiz də bərabər olur artıq 3245. İndi K 6-dır. 6 bölünsün 2. Bərabər olurmu 0-a qalığı? Bəli. Artıq burada yazırıq 0 üstəyənsin 6. Yəni, artıq S-imiz oldu 6. Mən burada gördüm ki, baxın, bu ədədin tək rəqəmlərin K alanda burada dövr işləmir. Amma cüt rəqəmlərin alanda S-in üzərinə gəlir, yəni S-də toplayır. Yəni bu proqramın təyinatı belədir ki, daxil edilmiş ədədin
Cüt rəqəmlərini toplayır. Cüt rəqəmləri hansılardır? 6-dır, 4-dür və 2-dir. 2, 4, 6. Yəni mənim bu proqramım 2 üstəyənsin, 4 üstəyənsin 6 olacaq. Yəni cavab olacaq 12. Mənim dediyim formada bir-bir bu kodu davam etdirsəz əgər, bu cavabı 12-ni alacaqsınız. Yəni cavab olacaq 12. 10-cu sualda C variantı. Daha sonra 11-ci suala baxalım. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Deməli, i'miz 3-dür. 3 böyük bərabərdirmi 0-dan? Bəli, onda nəyi çap eləyir? Elə 3-ü çap eləyir. Arxasına bir boşluq qoyur. Bayaqki sualdandır. N dırnaq içərisində boşluq, yəni ardıcıl formada düzəcək. Bunu bildirir. 3-ü çap elədi. i'miz nə oldu? Bir vahid azaldı i'miz oldu 2. Keçdik növbəti dövrəyə. 2 böyük bərabərdirmi 0-dan? Bəli. İndi nəyi çap eləyir? Yenə 2-ni çap eləyir. 3-ün arxasıca. Baxın, burada yazıram. 3-ün arxasınca indi də 2-ni çap eləyir. 2 çap olunur. Yenə arada bir boşluq qoyur. i'miz olur 1. Keçirik növbəti dövrədə. 1 böyük bərabərdirmi 0-dan? Bəli. İndi də 1-i çap elədi. Yenə arxasına boşluq qoyur. i'miz olur 0. 0 böyük bərabərdirmi 0-dan? Bəli. İndi də 0-ı çap elədi. i'miz oldu -1. -1 böyük bərabərdirmi 0-dan? Xeyr. Dövr bitir. Yəni bizim ədədlərimiz 3, 2, 1, 0. Burada 0 yazım. Burada çap olundu. 3, 2, 1, 0 çapa gedir. Cavab olur 11-ci sualda C variantı. 12-ci suala baxalım. Deməli, Python dilində yazılmış proqramın təyinatını müəyyən edin. Yenə də təyinat məsələsidir. Burada artıq yenə də biz kodu işlətməliyik ki, görək nə alınır. Deməli, proqramın təyinatını müəyyən edin. Gəlin ümumi kodun strukturuna baxalım. Görək bu kod nə iş görür. Bir ədəd daxil edib, natural ədəd. Natural ədəd deməyək, A dəyişəninə bir ədəd. Bu ədədi bir S dəyişəni 0-dır. A-mız böyükdürsə 0-dan, yəni A-mızın 0-dan böyük hallarında yenidən A faiz 10. Baxın, bu yazılış bayaq dedim nədir? Sonra rəqəmləri götürür. Baxın, bu ikisi bir yerdə rəqəmləri götürür. Sonra həmin rəqəmləri neyniyir? Birinci S 0-ı 10-a vurur, üzərinə rəqəmi gəlir. Gəlin baxalım bu tipə və bu tipdəki bu kodu yadınızda saxlamağa çalışmalısınız. Necə yadınızda? Bu əzbərə bir şey deyil əslində Python. Amma bu hissəni əgər tam anlayıb başa düşmürsünüzsə, çalışmalısınız ki, əzbərləyəsiniz. Necə? Deməli, gəlin bir ədəd daxil edək, ən yaxşısı. Olsun, yenidən 1, 3, 5. 135-i daxil elədim. İndi, S-im 0-dır. 135 böyük bərabərdirmi 0-dan? Bəli. K nə olur? 135-in 10-a bölünməsindən alınan qalıq. Yəni, K-mız olur nə? 5. A-mız nə olur? 135-i 10-a bölür, tam hissəsini götürür. Yəni, A-mız olur 13. S-imiz nə olur? S-imiz olur S vurulsun 10. Yəni, 0 vurulsun 10, üstə gəlinsin K. K-mız da 5-dir. Üstə gəlinsin 5. Bitdi bura, keçirik ikinci dövrəyə. A-mız nə olmuşdu? 13. 13 böyükdürmü 0-dan? Bəli. Onda düşürük aşağı. K-mız nə olur? 13-ün 10-a bölünməsindən alınan qalıq. 13-ü 10-a böləndə qalıq 3 olur. Yəni K-mız oldu 3. A-mız da bərabər olur artıq. Bölürük 10-a tam hissəsini götürürük 1. S-imiz də bərabər olur. 0 vurulsun 0 deməyək. S-imiz nə oldu burada? 5. S-imiz də bərabərdir. S vurulsun 10. Yəni 5 vurulsun 10. 5 vurulsun 10. Üzərinə gəldik K-nı. K-mız nə olmuşdu? 3. 5 vurulsun 10. Üzərinə gəl K. Bu bizə nəyi verir? 53. Keçirik növbəti dövrəyə. A-mız 1-dir. 1 böyükdürmü 0-dan? Bəli. K-mız da olur elə 1. 1-in 10-a bölünəndə qalıq 1 olur. A-mız artıq olur burada 0. S-imiz bərabər olur. 53 idi. 53 vurulsun 10. 53 vurulsun 10.
Üzərinə də gəl k-nı, yəni 1-i. Baxın, 53 ona vuranı 530, 530'un da üzərinə 1-i gələndə olur 531. Və keçirik növbəti dövrədə 0 böyükdürmü 0-dan yox, artıq dövrədən çıxır və gəlir neyniyir? S-i çap edir. Yəni 531 çapa gedir. İndi diqqət yetirin. Mən 135'i daxil elədim. 531'i çapdan aldım. 531 135'in tərsidir. Aydındır. Mən 135 ədədini daxil elədim və 531 aldım. Mən indi deyə bilərəmmi ki, bu proqramın təyinatı daxil edilmiş ədədin tərsini çap edir. Baxın, daxil edilmiş ədədin rəqəmləri tərsini çap edir. Belə deyə bilərəm də, düzdür, 12 D variantı. Verilmiş natural ədədin rəqəmləri tərsini çap edir. Yəni 531 alırıq artıq. İndi bayaq dediyim kimi, baxın, bu yazılışa diqqət yetirin. Bu yazılış 10 vurulsun üzərinə gəlsin k. Ədədi tərsinə çap eləmək deməkdir. Baxın, birinci rəqəmi tapır. Bu ikisi rəqəmləri tapmaqdır. Bax, bu ikisi k-nın a. S-in bu formada yazılışı da onu tərsinə yığır. Aydındır. Bu tipli kodlardan istifadə edəcəyik. Ona görə çalışın ki, yadınızda saxlayın. Yəni, yadınızda saxlayın deyəndə hər dəfə işlədib çətinlik çəkməyəsiniz deyə, vaxtınız çox getməsin deyə bunların üzərinə diqqət yetirin, bu kodların üzərinə. Yəni, cavabımız oldu burada 12-ci sualda D variantı. Keçəyin növbəti suala. 13-cü suala baxalım. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. A-mız 45, B-miz 60, 45 kiçikdirmi 60-dan? Bəli. Onda A-mızı 5 vahid artırırıq. A-mız olur 50, B-miz də olur nə? 59. Keçirik növbəti dövrəyə. Deyirik ki, 50 kiçikdirmi 59-dan? A kiçikdirmi benim? Bəli, 50 kiçikdirmi 59-dan? Yenə deyirik, bəli. A-mız olur 55, B-miz olur nə? 58. Keçirik növbəti dövrəyə. 55 kiçikdirmi 58-dən? Deyirik ki, bəli, A-mız olur 60, B-miz də olur 57. İndi keçirik. 60 kiçikdirmi 57-dən? Artıq xeyr deyirik və dövrdən çıxırıq. Bu dövrdən çıxırıqsa düşürük altdakılara. İndi burada deyirəm, gəlir if. A böyükdürmü B-dən? 60 böyükdürmü 57-dən? Bəli, onda nə olur? C bərabər olur A plus B. Yəni 60 üzərinə gəlirik 57-ni. Və sonda gəlir C-ni çap edir. 60-ın üzərinə də 57-ni gəldikdə neçə eləyir? 117. Cavabımız olur 117. 13-cü sualda C variantı. Daha sonra 14-cü suala baxalım. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. X-imiz 60, Y-miz 1. 1 kiçikdirmi 5-dən? Bəli. X-imiz bərabər olur nəyə? 50-yə. Qələmi dəyişəyin. Deməli, 1 kiçikdirmi 5-dən? Bəli. X-imiz olur nə? 60 çıxılsın 10, 50. İ'miz də bərabər olur. Bir vahid artır i'miz. Burada i'miz olur 2. Keçirik növbəti dövrəyə. 2 kiçikdirmi 5-dən? Bəli. X-imiz olur nə? 50 çıxılsın 10, 40. İ'miz də olur 3. 3 kiçikdirmi 5-dən? Bəli. X-imiz olur 30. I olur 4. 4 kiçikdirmi 5-dən? Bəli. X olur 20. I olur 5. 5 kiçikdirmi 5-dən? Xeyr. Artıq dövrdən çıxırıq. Gəlirik x plus i-ni. X-imiz 20 idi, i-miz 5 idi. 20 plus 5 bərabərdir 25. 25 qiyməti çapa gedir. Yəni 14-cü sualda cavab olur Y variantı. Daha sonra 15-ci suala baxalım. Yenidən burada da təyinatını istəyir. Gəlin baxalım, görək nə iş görür bu. Python dilində yazılmış proqramın təyinatını müəyyən edin. A bərabərdir int input. Gəlin baxalım nə iş görür. Bir ədəd daxil edirik. Bu ədədin
Yenə rəqəmlərini ayırır. Fikir verəyin. S bərabərdir S plus K. Daha sonra həmin rəqəmləri cəmləyir. Baxın, mən artıq bu kodları, baxın, burada dediklərimi bayaq deyirdim, buranı çalışın yadınızda saxlayın. Bax, bunu mən artıq bilirəm deyə avtomatik olaraq icra etmədən bilirəm nə iş görür. Amma bilməyənlər üçün də gəlin yazalım. A-nın yerinə bir ədəd daxil edəyən. Hansı ədəd olsun? Məsələn, yenə olsun 135. 135. A-ya daxil edirik 135. S-imiz 0-dır. 135 böyükdürmü 0-dan? Bəli. Onda K-mız nə olur? 135-in 10-a bölünməsindən alınan qalıq. Yəni 5. A-mız nə olur? A-mız da olur 13. S bərabərdir. Artıq biz burada tapırıq ki, S-imiz bizim deməli A-mız 13-dür. S bərabərdir. S plus K, yəni 0 plus K. 0-ın üzərinə 5-i gəldik. Keçirik ikinci dövrəyə. A-mız nə oldu? 13. 13 böyükdürmü 0-dan? Bəli. K-mız nə olur? 3. Ona bölürük qalığı. Baxın, faiz qalığı bildirir. Bu isə tam işarədir. A-mız nə olur? 1. Ona bölüləndə 1. S-imiz də olur 5 plus K. Yəni 3. Keçirik. 1 böyükdürmü 0-dan? Bəli. K bərabər olur elə 1-ə. A-mız artıq olur 0. S də bərabərdir 5 plus 3 plus 1. Yəni 8 verir. Köhnə S də bu. 8 plus 1 olur 9. 0 böyükdürmü 0-dan? Yox. Gəlir nəyi çapa verilir? S-i. Yəni 9-u. Baxın, 1, 3, 5 daxillədim və elə 9-u çapa aldım. Yəni bu ədədin rəqəmləri cəmini çapa verir. Deməli bu algoritm, bu proqram kodu daxil edilmiş ədədin rəqəmlərin cəmini çapa verir. Hansı variantı baxalım? Rəqəmlərin cəmini. A variantı. Ədədin rəqəmlərinin cəmini çap edir. Neçənci sual oldu bu? 15-ci sual. 15-ci sualda deyirik A variantı. Daha sonra 16-cı suala baxalım. Python dilində yazılmış proqramın təyinatını müəyyən edəyin. Yenə də bizə təyinat məsələləri verib. Gəlin baxalım. Deməli, A bərabərdir int input, S bərabərdir 0, A böyükdür 0-dan. Baxalım. Sonra nə edib? Baxın, bu hissə A faizon nə işi görürdü dedik bayaqdan. Bir neçə misalda artıq bu tipdə işləyirik. Bu ədədin rəqəmlərini götürür və K faiz 2 bərabərdirsə 1-ə. Yəni həmin rəqəm 2-yə böləndə 1 alınırsa, yəni təkdirsə, onu cəmləyir. Nə demək istədiyimi indi gəlin nümunə üzərində göstərim. Deyirəm ki, bir ədəd daxil edeyim. 1, 2, daxil edək 120, 1234, bəli. 1234. İndi 1234 böyükdürmü 0-dan? Bəli. A-mız nə olur? K-mız nə olur? K-mız olur 4. A-mız olur 123. Əgər K faiz 2, yəni 4-ü 2-yə böləndə 1 alınırmı? Xeyr. 4-ü 2-yə böləndə 0 alınır. Onda bura düşmürük. Yəni ödəmir bu ifadə. Ona görə düşmürük. Keçirik ikinci dövrəyə. A-mız olur 123. 123 böyükdürmü 0-dan? Bəli. K bərabərdir nəyə? 3-ə. A da bərabərdir 12-yə. Deməli, K-mız 3 faiz 2 bərabərdirmi 1-ə? Bəli, 3-ü 2-yə böləndə 1 olur. Yəni, tək rəqəmdir. Onda nə edirik? S bərabərdir S plus K. Yəni 0 plus K. K-mız 3 idi. S-imizi belə tapdıq. Keçirik növbəti dövrəyə. 12 böyükdürmü 0-dan? Bəli, K-mız nə olur? 2 olur. A-mız olur 1. 2 faiz 2 bərabərdirmi 1-ə? S də bərabərdirmi 1-ə? Yox. Ona görə S-ə keçmirik heç. Keçirik növbəti dövrəyə. 1 böyükdürmü 0-dan? K-mız olur 1. A da bərabər olur 0. 0 faiz 0 yox. 1 faiz 2. Yəni 1-i 2-yə böləndə qalıq 1 olurmu? Bəli. S-imiz də olur 3 üstə gəlsin 1.
Sonra 0 böyükdürmü 0-dan yox. Gəlir S-i çap edir. 4 qiymətini çap edir. Artıq mən deyirəm ki, daxil edilmiş ədədin tək rəqəmlərinin, baxın 3 ilə 1-in tək rəqəmlərinin cəmini çap edir. Aydındır, daxil edilmiş ədədin tək rəqəmlərinin cəmini çap edir. 16-cı sualda olur A variantı. Daha sonra 17-ci suala baxalım. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Gəlin baxalım. A-mız 2345. 2300 burada nə iş görür? S10%. Gəlin baxalım. 2345 böyükdürmü 0-dan? Bəli. S-imiz nə olur? S vurulsun 10. 0-dır. 0 vurulsun 10. Üzərinə gəlir nəyi? A-nı bölür 1000-ə. A-nı 1000-ə böləndə qalıq nə olar? 345. A-nı, yəni 2345-i 1000-ə böləndə qalığımız olur 345. Üzərinə gəldi 345-i. Düşürük aşağı. S-imiz bərabər olur. S-imiz nə oldu? 0 vururuq ona 0, üzərinə 345 gəldi. Yəni elə 345. 345-i bölürük ona, tam hissəsini götürürük. Yəni 34 olur S-imiz. A-mız da bərabər olur. A bölünsün 10, yəni 234. Keçirik növbəti dövrəyə. 234 böyükdürmü 0-dan? Bəli. S-imiz nədir? 34. 34-ü vururuq ona. Üzərinə də gəlirik. A faiz yenidən 1000. A-mız 234 idi. 234-ü 1000-ə böləndə elə 234 olur qalıq. S-imiz nə olur? 340-ın üzərinə 234 gələndə 340, üzərinə 234 gələndə 574. S-imiz olur 574. 574-ü də 10-a böldükdə 574-ü 10-a böldükdə olur 57. A-mız olur, A bərabərdir. Deməli 234 idi A-mız sonuncu dəfə. 234-ü də 10-a bölürük, olur 23. Keçirik növbəti dövrəyə. 23 böyükdürmü 0-dan? Bəli. S-imiz olur nə? 57. Sonuncu qiymət 57 idi. 57 vurulsun 10. Üzərinə gəl. A bölünsün 1000. Yəni 23. Burada 570-in üzərinə 23 gəlirik, olur 593. S-imiz olur 593. S də bərabər olur 593-ü bölürük 10-a, olur 59. A da bərabər olur 2-yə. 2 böyükdürmü 0-dan? Bəli. S-imiz olur 59-u 10-a vururuq 590, üzərinə də gəlirik 2-ni. S-imiz olur 592-ni 10-a bölürük, olur elə 59. A-mız da olur 0. 10-a böləndə bəli 0. Artıq burada 0 böyükdürmü 0 yazırıq, xeyr və dövrədən çıxır. Gəlir neynir? S-i çap edir, S-in də sonuncu qiyməti olur 59. Yəni 17-ci sualda olur A variantı. Daha sonra baxalım növbəti suala. 18-ci suala baxalım. Burada da proqramın təyinatını bizdən istəyir. Python dilində yazılmış proqramın təyinatını müəyyən edin. i-miz 0. Gəlin görək nə iş görür bu. Nə qədər ki i-miz n-dən kiçik bərabərdir, i-ni bir vahid artırır. S-i də toplayır. S-ilə də toplayır i-ni. Yəni burada deyə bilərik ki, birdən n-ə qədər ədədlərin cəmini hesablayır. Gəlin baxalım. N-in yerinə bir ədəd daxilləyən. Daxilləyən 4 və baxalım bizim proqramın işləməsinə. i-miz 0-dır. 0 kiçik bərabərdirmi 4-dən? Bəli. i-miz nə olur onda? 1. S-imiz nə olur? 0 üstə gəlsin 1. Keçdik. 1 kiçik bərabərdirmi 4-dən? Bəli. i-miz nə olur? 2. Bir vahid artır. S-imiz də olur 1 plus 2. 2 kiçik bərabərdirmi 4-dən? Bəli. i-miz olur 3.
S'imiz də olur 1 plus 2 plus 3. 3 kiçik bərabərdirmi 4-dən? Bəli, i'miz olur 4. S'imiz də olur 1 plus 2 plus 3 plus 4. Aha. Gəlin 4 kiçik bərabərdirmi 4-dən? i'miz olur 5. S'imiz də olur 1 plus 2 plus 3 plus 4 plus 5. Aha. İndi 5 kiçik bərabərdirmi 4-dən? Yox. Yəni artıq dövrdən çıxır. Və gəlir s'in qiymətini çap eləyir. Burada da görürük ki, n'ə biz 4 qiyməti daxilləmişdik, amma 5-ə qədər, yəni n plus 1-ə qədər ədədləri topladı. Yəni biz deyirik ki, 1-dən n plus 1-ə qədər olan ədədlərin cəmini hesablayır. Cavab olur 18-də C variantı. Daha sonra baxalım növbəti suala. 19-cu sual. Python ilə yazılmış proqramın nəticəsini müəyyən edin. A'mız 30-dur. 30 böyükdürmü 0-dan? Baxalım, 30 böyük bərabərdirmi 0-dan? Bəli, print A, end yenə boşluq. Yəni 30-u çap eləyir. Baxın, burada yazıram. 30-u çap eləyir, boşluq qoyur. Boşluğu da qoyuram. Sonra A'mızı azaldır. A'mız olur 20. 20 böyük bərabərdirmi 0-dan? Bəli. Yenidən A'nı çap eləyir. Yəni 20-ni çap eləyir. Arxasına boşluq qoyur. A'mız bərabər olur 10. Sonra 10 böyük bərabərdirmi 0-dan? Gəlir 10-u da çap eləyir burada. Yazaq yuxarıdan. 10-u da çap eləyir. Daha sonra A'mız olur 10 çıxılsın 10, 0. 0 böyük bərabərdirmi 0-dan? Bəli, gəlir burada 0-ı da çap eləyir. A'mız da olur mənfi 10. Mənfi 10 böyük bərabərdirmi 0-dan? Xeyr. Yəni böyük bərabər deyil. Böyük və ya bərabər deyil. Gəlir sonda da burada A'nı yenə çap edir. A'mız mənfi 10 idi. Sonda yenə də mənfi 10'u çap elədi. Yəni bir də mənfi 10 çap olunur. Yəni 30, 20, 10, 0 və mənfi 10. 0 və mənfi 10. Cavab olur 19-da A variantı. Keçəyin 20-ci suala. Deməli, 20-ci sualda Python ilə yazılmış proqramın nəticəsini müəyyən edin. Python ilə yazılmış. Deməli, i'miz 50-dir. 50 böyükdürmü 20-dən? Bəli. Print i. i'miz nə idi? 50. 50-ni çap eləyir. Sonuna boşluq qoyur. Daha sonra nə iş görür? i'miz bərabər olur. 50 çıxılsın. i bölünsün 2. 50-ni 2-yə bölündə tam hissə 25. 50 çıxılsın 25. i'miz olur 25. Qayıdır yuxarı. 25 böyükdürmü 20-dən? Bəli. Onda 25-i də çap eləyir. Baxın, bir dəfə 50-ni çap elədi. Sonra boşluq qoyub 25 çap elədi. Sonra aşağıda yazırıq ki, i bərabərdir i çıxılsın. 25 çıxılsın i bölü 2. 25-i 2-yə böləndə tam hissəsi 12 olur. 25-dən də 12 çıxanda 13 olur. Deməli, keçirik növbəti. i nə oldu? 13. i'miz oldu 13. 13 böyükdürmü 20-dən? Yox. Gəlir sonunda nə edir? Print i. 13-ü də çap eləyir. Yazın burada 13. Cavabımız olur 50, 25, 13. 50, 25, 13. Cavab olur 20-ci sualda C variantı. 21-ci suala baxalım. Python ilə yazılmış yenə də proqramın bizdən nəticəsini istəyir. Deməli, A'mız 30-dur. 30 böyük bərabərdirmi 0-dan? Bəli, A'mız bərabərdir 20-yə. 20-ni çapa verir bizdən və boşluq qoyur. Gəlin buradan yenə də 20 yazaq, boşluq qoyaq. Keçir növbəti dövrəyə. 20 böyük bərabərdirmi 0-dan? Bəli, A'mız olur 10. Yenidən 10'u çap eləyir və yenə boşluq qoyur. 10 böyük bərabərdirmi 0-dan? Bəli, onda A'mız bərabərdir 0-a. Yenə də buradan 0'ı çap eləyir və boşluq qoyuruq. İndi 0 böyük bərabərdirmi 0-dan? Bəli, A'mız bərabərdir mənfi 10.
Gəlir burada mənfi 10 da çap eləyir. İndi mənfi 10 böyük bərabərdirmi? Sıfırdan? Xeyr. Böyük deyil. Yenə də gəlir dövrdən çıxır və print A. Yenə də mənfi 10 çap eləyir. Mənfi 10'u bir dəfə də çap eləyir. Baxın, mənfi 10'u bir burada alır, burada çapa verir. Və bir də ən sonda A-nın qiymətini burada da çapa elədiyinə görə burada da çap verir. Yəni bizdə 20, 10, 0, mənfi 10 və bir də mənfi 10. Bu qiymət ekranda çıxacaq. Cavab olur A variantı. 21-ci sualda A variantı. Daha sonra 22-ci suala baxalım. Python ilə yazılmış proqramın təyinatını müəyyən edin. Yenə bir təyinat məsələsi çıxdı qarşımıza. Yenə deyirəm, təyinat məsələlərində çalışın. Proqramı yerinə ədəd qoyub işlədin. Onda daha rahat olacaq. N böyükdür 0-dan. Gəlin görək nə iş görür bu. Ümumiyyətlə koda bir nəzər yetirəyin. Sildək biraz. Bir n ədədi daxil eləmişik. Daha sonra n-i müqayisə edir 0-la. T-nin rəqəmlərini götürür. Rəqəmlərdən hansılar ki 0-a bərabər deyil, böləndə, 2-yə böləndə 0-a bərabər deyil, yəni təkdir, onda nə edir? Onları cəmləyir və sayır. Yəni daxil edilmiş ədədin tək rəqəmlərini cəmləyir və sayır. Mən bunu belə dedim. Başa düşməyənlər ola bilər. Onun üçün gəlin nümunə üzərində göstərəyim. Və ümumiyyətlə kodlara necə nümunə qoyub işlətmək lazımdır. Addım-addım baxın, mənimsin. Gəlin bir ədəd daxil edəyim. 123 ədədini daxil edəyim. S-imiz 0, K-mız 0. N'in yerinə 123 yazırıq. 123. Gəlin buradan yazalım. 123 böyükdürmü 0-dan? Baxın, birinci addımda. 123 böyükdürmü? Ən yaxşısı, gəlin bunları addım-addım 1, 2, 3, 4, 5, 6. Bunları bu formada 1, 2, 3, 4, 5, 6. Bu formada yazın. Siz bilin ki, mən artıq hansı addım deyəm. Baxın, birinci addımda 123 böyükdürmü 0, bəli, T'miz onda nə olur? N faiz 10. T'miz artıq 10'a bölünəndən alınan qalıq olur. Yəni 3 olur. Burada da N'imiz də olur 12. Dördüncü əməliyyatda isə T'mizi yoxlayırıq 2 ilə. Yəni 3 2'yə böləndə cavab 0-dan fərqli olur. Yəni bu 0-dan fərqli işarəsidir. Bərabər deyil işarəsidir. Bu ikisi bir yerdə. 3'ü 2'yə böləndə bəli, həqiqətən də yəni qalıq 1 olur. 0-dan fərqli olur. Ona görə 5 ilə 6 ödənir, düşürük ora. S-imiz bərabər olur nəyə? S plus T, yəni 0 plus T. T'miz 3'dür. 6 da bərabər olur, K bərabərdir, K plus 1. Yəni 0 plus 1. Keçirik ikinci dövrəyə. İkinci dövrədə, gəlin belə xətləri də çəkim. Deməli, ikinci dövrədə nəyi müqayisə edirik yenidən? N-i. N-imiz nə olmuşdu? 12. 12 böyükdürmü 0-dan? Bəli. T'miz nə olur? T'miz olur onda 2. N'imiz nə olur? 1. İndi T'ni mən bölürəm, yəni 2-ni. 2 faiz 2. 0-dan fərqlidirmi? Xeyr. 2-ni 2-yə böləndə belə deyək, 0-a bərabər olur qalığı. Amma bizdən 0-dan fərqli istəyir. Ona görə, yəni bu şərt ödənmədiyinə görə biz 5 ilə 6-ya keçmirik. Yəni baxın, buranı boş saxlayıram. Keçirəm növbəti dövrə. Növbəti dövrdə 1 böyükdürmü 0-dan yazıram. Bəli, böyükdə onda T'miz bərabər olur 1-ə. N'imiz də bərabər olur 0-a. İndi baxırıq burada. T'miz 1-dir. 1-i 2-yə böləndə qalıq 0-dan fərqli olurmu? Bəli, 1-i 2-yə böləndə qalıq 0-dan fərqli olur. Onda bu şərt ödənir deyə düşürük 5 ilə 6-ya. S-imiz bərabər olur S plus T. S-imizin köhnə qiyməti 3 idi. 3 plus T, yəni 1. K da bərabərdir 1 plus 1, 2. Sonra keçirik növbəti dövrəyə. 0 böyükdürmü 0-dan? Yox.
çıxırıq dövrdən və gəlir S ilə K-nı çap edir. S-imiz olur 4, K-mız da olur 2. Yəni 4 ilə 2-ni çapa verir. İndi biz burada baxsaq, görərik ki, daxil etdiyimiz ədəddə 2 dənə tək rəqəm var. 1 ilə 3. 1 ilə 3-ün də cəmi elə 4 edir. Burada yazmışam. Sayda 2. Mən buna deyirəm ki, bu proqramın təyinatını deyirəm ki, daxil edilmiş ədədin tək rəqəmlərinin cəmini və sayını çap edir. Baxalım burada. Daxil edilmiş ədədin tək rəqəmlərinin cəmini və sayını. Baxın, C variantı uyğun gəlir. Tək rəqəmlərinin cəmini və sayını çap edir. Yəni 22-ci sualda olur C variantı. İndi isə baxalım 23-cü suala. Sualda Python yenə bizə təyinatı istəyir. Gəlin proqramın n natural ədəddir. Bir n daxil eləməliyik. Yerinə qoyub işlətməliyik. Gəlin sizə bir ardıcıllıq yazım. Fibonacci. Yəqin ki, bəziləriniz, yəni bir çoxlarınız bilirsiniz. Ümumiyyətlə Fibonacci sırası nə deməkdir? Fibonacci sırası 1 ilə başlayır. Yəni ilk rəqəmi, 2 rəqəmi 1, 1-dir. Daha sonra baxın 1, 1. Sonra bu iki rəqəmin cəmi, yəni 2. Sonra bu iki rəqəmin cəmi, yəni 3. Sonra bu ikisinin cəmi, 5. Daha sonra bu ikisinin cəmi. Bu formada arta gedən rəqəmlərdir. Aydındır. 3, 5, 8, 5, 8, 13, 18, 21, bəli. Və bu formada arta gedən rəqəmlərdir. Bu oldu bizim Fibonacci sırası. Fibonacci sırası. Bunu bildiniz. Nəyə görə müəllim bunu dediniz desəz, indi lazım olacaq, onun üçün izah elədim. İndi gəlin baxalım, bizim proqramımız, kodumuz nə iş görür? A-mız 1, B-miz 1, I-miz 2. I kiçikdirmi? Yəni 2 kiçikdirmi n-dən? Hə, gəlin indi belə bir n-ə daxil, istənilən bir ədəd daxil eləyəyin ki, gəlin görəyəm bu proqram nə iş görəcəkdir. Onda daha rahat olacaq. N-ə bir daxil eləyək 5. N-ə bir daxil eləyək 5 qiyməti. 2 kiçikdirmi 5-dən? Yəni baxın, mən n-ə 5 daxil elədim deyə burada, n-ə 5 daxil elədim deyə, yəni n bərabərdir 5 deyirəmsə, n-in yerlərinə 5 yazacağım. Yəni 2 kiçikdirmi 5-dən? Bəli. Niyə müəllim 5 yazan ola bilər ki, sual verərsiniz? Yəni proqramı işlətmək üçün özümdən bir qiymət verirəm. Siz başqa qiymət verib, başqa kodlar, yəni başqa formada dövrə gedə bilərsiniz. 2 kiçikdirmi 5-dən? Bəli. Onda K nəyə bərabərdir? K-mız bərabərdir A plus B. A-mız 1 idi, B-miz 1 idi. Oldu 2. A-mız nəyə bərabər olur? B-mizə. B-miz elə 1 idi də. A-mız da oldu yenə 1. B-miz amma nəyə bərabər olur? K-ya. Baxın, yəni 2-yə. I-miz də bərabər olur I plus 1-ə. Yəni I-miz 2 idi, artıq I-miz oldu 3. Sonra keçir növbəti dövrəyə. 3 kiçikdirmi 5-dən? Bəli. K-mız nə olur? A plus B. Baxın, A-mızın köhnə qiyməti 1-i 1-dir, B-miz də 2-dir. Yeni qiyməti daha doğrusu. A-nın 1-dir, B-nin 2-dir. K da bərabərdir A plus B, yəni 3-ə. A da bərabərdir B-yə. A da bərabərdir B-yə. B-miz nə idi? A da bərabərdir B-yə. B-mizin qiyməti 2-dir, yəni A da oldu 2. B də bərabər oldu K-ya. Yəni 3-ə. I də bərabər oldu I plus 1, yəni 4. 4 kiçikdirmi 5-dən? İndi baxırıq. Bəli, K-mız olur yenə nə? A plus B. Yəni 2 plus 3, 5. A da bərabərdir B, 3-ə. B də bərabərdir K-ya. Yəni 5-ə. Yenidən I də bərabər olur nəyə? I plus 1-ə, yəni 5. İndi 5 kiçikdirmi 5-dən? Yox. Gəlir nəyi çap eləyir? K-nı çap eləyir. K-mız nə olmuşdu? 5 olmuşdu. Baxın. K-nı çap elədi 5.
Aydındır. İndi burada sadəcə elə bir məqam alındı ki, mən n-ə də 5 vermişdim. K-mızda 5 alındı. Burada biraz sizi çaşdırır, amma gəlin bir şey deyim. Bu Fibonacci sırasıdır. Bunu saysaq 1, 2, 3, 4, 5. Fibonacci sırasının birinci həddi neçədir? Birinci həddi 1-dir. İkinci həddi də 1-dir. Üçüncü həddi 2-dir. Dördüncü həddi 3-dür. Beşinci həddi də 5-dir. Baxın. Mən indi baxın burada dördüncü həddə mənim K-m neçə olmuşdu? Dördüncü hədd deməyək də burada dördüncü hədd deyib burada bura baxaq. Yəni burada dördüncü həddim nə olardı? Əgər mən n-in yerinə 4 yazsaydım. İndi burada hər ikisi 5 alındı deyə biraz fikriniz qarışa bilər. Gəlin elə bunun üzərindən deyim. Baxın, mən n-ə 5 yazdım. Mən n-ə 5 yazdım. 5 çap olundu. Yəni n düşünün ki, bizim buradakı n bizim buradakı sıramızın sayıdır. Sıra sayı. Sıranın sayı. Yəni Fibonacci'nin 5-cisini baxın, gəlin n-i 6-ya kimi eləyəyin. Onda daha aydın başa düşəcəksiniz. Gəlin n-i 6 eləyəyin. N-i deyək 6-dır. İndi bu belə getdi. 5 kiçikdirmi 6-dan? Bəli. Onda K-mız olur A plus B, yəni 8. A-mız olur B, yəni 5. B-miz də olur K, 8. I də olur 6. 6 kiçikdirmi 6-dan? Yox. Artıq gəlir nə çap olur? K çap olur. K-mız nədir? 8. Gəldi 8 çap olunur. Baxın indi. Mən n-ə 6 verdim. 8 çap olundu. İndi 6-cı hədd burada hansıdır? Budur. Baxın 6 verdim. 6 verdim. 8 çap olundu. Deməli deyirəm ki, bu proqram Fibonacci'nin n-ci həddini çap edir. Yəni n-ci həddinin nömrəsi neçədirsə, mən 5 versəydim 5-i çap eləyəcəkdi. 4 versəydim 3-ü çap eləyəcəkdi. Yəni Fibonacci sırasının n-ci həddini çap edir. Aydındır. Cavab olur 23-cü sualda A variantı. Daha sonra baxalım 24-cü suala. Deməli, Python ilə yazılmış yenə də proqramın təyinatını müəyyən edin. Bizdən nədir? 3 rəqəmli natural ədəd daxil edir. Təyinatını müəyyən edin. 3 rəqəmli natural ədəddir n-imiz. N-i daxil edirik. Yenə rəqəmləri götürürük və s-in üzərinə nəyi gəlir? T-nin kubu. Aha. Əgər s həmin k-ya, yəni birinci qiymətə bərabərdirsə yes. Bərabər deyilsə no. Bəli. Bir-bir rəqəmlərin formasından baxırıq buna. Deməli, bu hansı sual idi? 24. Bundan sonra 25. 26 baxalım. Nəysə. Deməli, 24-cü sualda bir ədəd daxilləsə burada ədəd daxil eləyib baxa bilərik. Gəlin 153 ədədini daxil eləyək. 153 ədədini daxil eləyək. Görəyin nə alınır. K bərabərdir n. N-in yerinə 153 daxillədim. K bərabərdir n. K-mız neçə olur? 153. S-imiz 0'dır. N böyükdürmü 0'dan? Yəni 153 böyükdürmü 0'dan? Bəli. T-miz nə olur? 3. N-imiz də olur 15. S-imiz də olur 0 plus T-nin kubu. T-miz 3 idi. 3'ün kubu. Yəni 27. İndi deyirəm ki, keçirəm növbəti dövrəyə. N'imiz nə idi? 15. 15 böyükdürmü? Buradan yazım da.
15 böyükdürmü sıfırdan? Bəli, t'miz olur 5, n'imiz olur 1. S'imiz də olur 27 üstə gəlinsin. 27 nə idi? Yəni 3-ün kubu. Elə 3-ün kubu yazaq. Onda daha aydın görəcəksiniz hər şeyi. 3-ün kubu üzərinə gəldim nəyi? T'nin kubun. T'miz 5 idi. Yəni 5-in kubu. Keçirəm növbəti dövrəyə. 1 böyükdürmü sıfırdan? Bəli, t'miz olur 1, n'imiz olur 0. S bərabərdir 3-ün kubu üzərinə gəl 5-in kubu üzərinə gəl 1-in kubu. 0 böyükdürmü sıfırdan? Yox. Dövrdən çıxır. Dövrdən çıxandan sonra nəyə gəldik? İfə. S'imiz nədir? 3-ün kubu, 5-in kubu, 1-in kubu. S'imiz yəni 3-ün kubu üzərinə gəl 5-in kubu üzərinə gəl 1-in kubu. Bərabərdirmi K'ya? K'mız nə idi? K'mız 153 idi. Baxın, n'in qiymətini elə K'ya verdik biz. 153-ə bərabərdirmi? Hesablasaq biz 3-ün kubu 27-dir, 5-in kubu 125-dir, 1-in kubu da 1-dir. Biz görərik ki, elə bu ifadə 153 edir. Yəni 153 bərabərdir 153-ə. Nə çap olunacaq onda? Yes çap olunacaq. İndi deyə bilərsiniz ki, müəllim, bu 153 yazdıq, amma bundan başqa nəyi çap eləsin, nəyi yazırıqsa bu 3 rəqəmli demək olar ki, yes çap olunmur. Burada bu kolun mahiyyəti nədir? Burada artıq Armstrong ədədlər deyilir bunlara. Yəni 3 rəqəmlidirsə bu x, y, z-dirsə, x-in kubu üstə gəl y-in kubu üstə gəl z-in kubu, bunlar bir-birinə bərabər olmalıdır. Bu ədədlərə Armstrong ədədləri deyilir. Yəni əgər 4 rəqəmli olsaydı, məsələn x, y, z, d 4 rəqəmli olsaydı, x üssü 4 üstə gəl y üssü 4 üstə gəl z üssü 4 üstə gəl d üssü 4. Bu buna bərabər olmalıydı. Bu ədədlərə Armstrong ədədlər deyilir. Burada da 153 153-ə bərabər olduğuna görə buna bərabər olub yes çap olunur, yəni həll çap olunur. Buna deyirik ki, daxil edilmiş ədədin Armstrong ədəd olub olmadığını yoxlayır. Baxaq görən elə bir variant var burada. Daxil edilmiş, yəni verilmiş ədədin sadə, mürəkkəb, Armstrong, bəli. Verilmiş ədədin Armstrong ədəd olub olmadığını çap edir. Daha sonra baxaq 25-ci suala. Deməli, yenə bir ədəd daxil edirik. K'mız bərabər olur n'ə. S bərabərdir 0. N böyükdür 0. Baxalım. Gəlin bir ədəd daxil edəyin. 123. K'mız nə olur? K'mız da elə olur 123. Mən n'ə 123 verirəm. K'mız da n olur deyə K'mız da olur 123. S'imiz bərabər olur 0-a. Nə qədər ki n böyükdür 0-dan, yəni 123 böyükdür 0-dan, D bərabərdir n faiz 10, yəni 3-ə. N də bərabərdir 12-yə. S də bərabərdir. S vurulsun 10, yəni 0, üstə yansın D, 3. Baxın, bu hissə artıq bilməlisiniz ki, bu hissə bizim ədədlərin çapın, belə deyək də, tərsin, ədədin tərsin çap edir. 123 böyükdürmü 0-dan, D3, N12, S'imiz 3, keçirik ikinci dövrəyə. N böyükdürmü 0-dan, yəni 12 böyükdürmü 0-dan. D'miz olur 2, N'imiz də olur 1. S də bərabər olur 0 üzərinə gəlirik 3'ü. S bərabər olur 3'ə, 3'ü vururuq 10'a. 30 üzərinə gəlirik D'ni, 2'ni. Olur 32. 1 böyükdürmü 0-dan, D bərabərdir nəyə? 2'yə. D bərabər 1 böyükdür 0-dan. Bəli, D'miz 1 olur. Əvvəl 2 idi, indi yeni qiyməti 1'dir. N'imiz də oldu 0. S də bərabər oldu. 32 vurulsun 10, üzərinə gəl D'ni, yəni 1'i. Bu da olur 321. S'imiz oldu 321. 0 böyükdürmü 0-dan? Yox, dövrdən çıxır. İndi burada nə gəlir? Dövrdən çıxandan sonra gəlirik
bu if şərtinə. Ifdə deyir ki, s'imiz nədir? 321. Bərabərdirmi k-ya? K-mız nə oldu bizim? K-mız bizim əvvəl daxil etmişdi 123. Bərabərdirmi? Xeyr. Onda else-yə düşürük. Onda no-nu çap edir. No. Baxın, bu ədəd, bax bu kod tərsin, ədədin tərsini çap verir bizə. Tərsindən sonra ədədi düzündən bir dəfə yoxlayır. Əgər bərabərdirsə ədədin tərsi, bax bu s, tərsi verir bizə. Tərsi düzünə bərabərdirsə yes. Yəni, mən bura 151 daxil eləsəydim, 151-in tərsi də elə 151-dir də. Yəni, rəqəmləri yeri dəyişsə də, yenə 151-dir. Onda mənə həni, yes-i çap eləyəcəkdir. Belə deyək də, x, y, z bərabər olur nəyə? Z, y, x-a. Aydındır. Bu formada olsa, yes-i çap eləyər. Bu ədədlərə də deyilir palindrom ədədlər. Palindrom ədədlər. Yəni deyirik ki, daxil edilmiş ədədin palindrom olub olmadığını yoxlayır. 25-ci sualda verilmiş ədədin sadə yox, mürəkkəb yox, Armstrong, Pifagor yox, palindrom. Bəli, verilmiş ədədin palindrom ədəd olub olmadığını yoxlayır. Daha sonra 26-cı sualda deyir ki, verilmiş proqram 1-dən n-ə qədər ədədlərin cəminin hesablanması üçün op1 və op2-nin əvəzinə hansı ifadələr yazıla bilər? S0-da i bərabərdir 0, int input, in kiçikdir n-dən. 1-dən n-ə qədər ədədlərin cəminin hesablanması üçün. Burada nə edir? I kiçikdir n yazıb burada. Bəli, fikir verməliyik ki, i kiçikdir n yazıb. Yəni, bu yazılışda n-1-ə qədər i'miz gəlir, alır. Deməli, mən burada birinci i'mizi artırmalıyam ki, burada i'mizi artırmalıyam ki, sonra, burada birinci i'mizi artırmalıyam, daha sonra cəmləməliyəm. Nəyə görə? Bax, bu yazılışın mənası odur ki, i'miz kiçikdir n-in mənası odur ki, n-ə qədər almayacaq. N-ə bərabər olan qiyməti olmayacaq. Amma bizə də burada deyir ki, n-ə qədər ədədlərin cəmini alsın. Ona görə mən burada birinci i-ni artırmalıyam. I bərabərdir i plus 1 yazmalıyam. Baxın burada. Aşağıda isə sonra cəmləməliyəm. Cəmləyəndə də nə ilə cəmləyim? S-lə. Yazın burada da s bərabərdir s üstəgəlsin i. Bu formada, yəni i op1-in yerində i bərabərdir i plus 1. Bunun da yerində s bərabərdir s plus i olur. Bunun yerinə ədəd qoysaz, məsələn, n-in yerinə 3 qoyub yazsaz, bu kodları da mənim dediyim yerinə yazsaz, buraya yazsaz, görəcəksiniz ki, 1 plus 2 plus 3 alırsınız. Yəni, burada olur cavab i plus 1 və s bərabərdir s plus 1. 26 olur cavab C variantı. Daha sonra 27-ci suala baxaq. Verilmiş proqram icrası zamanı 16 ədədin çap olunması üçün girişə verilən natural ədədin müəyyən edin. Gəlin baxalım. Verilmiş proqramın icrası zamanı 16 ədədinin çap olunması üçün 16 ədədinin çap olunması üçün girişə daxil ediləcək natural ədədi müəyyən edin. Görək nə iş görür bu. A-mız 16 ədədinin çap olunması üçün girişə daxil edəcək natural ədədi müəyyən edin. Gəlin baxalım. A kiçikdirmi 7-dən? Bəli. A kiçikdirmi 7-dən? Burada S-i 3-ə vurur. Burada elə ipucu burada olacaq. Bəli. Deməli, A kiçikdirmi 7-dən? Bilmirik. Amma sonda S çap olunubsa əgər, bəli, S-lər çap olunub. Deməli, kiçikdir. Yəni, bizim S-imiz 16 qiymət almalıdır. Bizim S-imiz 16 qiymət almalıdır. S-i hər hansısa 3-ə vuranda 16 eləmir. Yəni,
Belə deyək də, S-imiz elə bir qiyməti yoxdur ki, 3-ə vuranda 16 eləsin. Deməli, bizim S-imiz 15 olmalıdır. Ki, üzərinə 1-i gələndə artıq 16 olsun. Aydın oldu nə demək istəyirəm? Deyirəm ki, mənim S-imin elə bir qiyməti yoxdur ki, yəni bunu vuranda, S-i vuranda 3-ə 16 eləsin. Amma S-in yerinə 15 yazsam, üzərinə 1 gələrəm, 16 çap olunar. Deməli, mənim S-im sonda burada 15 olmalıdır. Burada 15 olması üçün S-im də gəlib buradan 15 qiyməti ilə dövrdən çıxmalıdır. Aydındır, buradan 15 qiyməti ilə dövrdən çıxmalıdır. İndi baxalım, A kiçikdir 7-dən, bəli. S bərabərdir S plus A-ya. A da bərabərdir A plus 1-ə. Keçdi ikinci dövrəyə. A plus 1 kiçikdirmi 7-dən? Bəli. S bərabərdir. S-imiz nə idi burada? 0 idi. 0 plus A deyək buna elə. 0 plus A. S də bərabər, S-imiz oldu A-ya. S bərabərdir. S plus yenə A. A-mız A plus 1-dir də artıq. S-imiz A-dır. Üzərinə A-nı gələndə A plus 1-i gəlirəm. A plus 1-i gəlirəm. Daha sonra bizə deyir ki, düşürük aşağıda. A-mız da bərabər olur nəyə? A-mız da bərabər olur. A plus 1 idi, oldu A plus 2-yə. İndi biz bunun, burada S-imizi də sadələşdirək. 2A plus 1 yazaq.